Hər birinizi xoş gördük dostlar. Sekodex kanalına hamınız xoş gəldiniz. Deməli bugün maraqlı bir boşluq haqqında danışacağıq. Boşluğumuz web cache poisoningdir. Web cache poisoning deməli nədir? Belə fikirləşək ki, burada bir dənə user var. Burada bir dənə serverimiz var. Web server. Userlar yəni bir neçə dənə ola bilər də. Özümüzə veririk, nə bilim, bu bir user, bu bir user. Bu bir user. Deməli, bizim userlarımız var burada və bunlar web serverə gəlirlər, request satırlar, response alırlar. Request satırlar, response alırlar. Hər bir request satır, response alır, request satır, response alır. Və bəzi məsələn şeylər var ki, static page'lər olsun, yəni nə bilim, yəni statik səhifələr var ki, hansı ki bütün userlara eyni responsları, yəni eyni şey qaytarır da, eyni səhifəni qaytarır responsa. Bunların bir də serverin qaytarması falan biraz serverə yük olur da deyə bilərik. Məsələn, atıram, bura girir home directory-yə. Bu gəlir home directory-yə, hansı ki burada main directory-də burada hər kəsə yəni eyni səhifəni göstərir də, eyni responsu verir. Bu gəlir, gəldi server atdı buna. Bu gəlir, təzədən həmin şeyi atır. Təzədən gedir serverə, təzədən server response atır. Sonra bu gəldi, atdı, təzədən server response atdı falan. Yəni bunun hamısı serverə artıq belə yük düşür də, artıq belə əziyyət verir. Biz bunun üçün nə edirik? Biz bunun üçün gəlirik bir dənə cache serverinə istifadə edirik. Buna V yazalım. V yazmayayım, C yazım. Belə də pis çıxdı. Q yazım. Web cache serverinə istifadə edirik. Deməli, bu necə işləyir? Məsələn, slash homepage var. Məsələn, hər kəsə dediyimiz kimi də eyni response qaytarır da. Mən gəldim, atdım. Gəldi bu serverə. Serverdən gəldi, qayıtdı user'a və bu gəldi cache'də saxlandı. Gəldi, yəni slash home bu dəqiqə cache'də saxlanılıb. Və bu user təzədən gələndə burada request atanda, bu da bir də serverə getməyəcək. Bu təzədən promoy cache'dən qayıdacaq. Yəni bu cache gedəcək həmin slash home-u belə deyim də öz database-də deməyim. Yəni in-memory database-ində saxlayacaq da. Hansı ki, yəni bu cache database-nin də silinməsi, zərər görməsi bir problem deyil də. Maksimum olacaq. Deyək ki, bu silindi, içi boşaldı. Təzədən gələcək, təzədən serverə gələcək. Sonra təzədən gələndə yenə burada saxlanılacaq. Yəni bu bir problem yaratmayacaq. Bundan əlavə nə deyək? Bundan əlavə bunlar cache-də necə saxlanılır və bunlar cache-də key value cütləri şəklində saxlanılır. Key value cütləri şəklində baxın. Key value. Burada value nədir? Contentdir. Bildiyimiz content. Key nədir? Key-yə aiddir bizim protokolumuz, bizim domainimiz, bizim passimiz və bizim query stringimiz. Məsələn, biz gəlsək buraya yazsaq https salam.com/home/sual. Bu random atıram bu arada. Reklam bərabərdir 1. Bu gəldi. Böyüdək, belə eləyək. Burada cache-də saxlanılacağı şeyi gəlir birinci protokola baxır. Sonra domainə baxır. Sonra pass-ə və son olaraq da query string-ə baxır. Və bunun hamısını key kimi qəbul edir. Yəni bu gəlir key-yə, bunun responsu da, hansı ki bunun responsu da gəlir value-da saxlanılır. Məsələn, burada yəni belə deyək də, biz reklam bərabərdir 1 yox 2 yazsaq, bu artıq başqa key şəklində saxlanacaq və onun da value-su başqa şəkildə olacaq. Daha sonra danışa bilərik web cache haqqında, cache haqqında başqa nə deyə bilərik? Məsələn, bir datanın cache-də saxlanıla bilib-bilməyəcəyin hardan bilirik? Bu, oradan bilinir ki, server gələndə datanın cacheable olub, responsun cacheable olub, olmamasını deyir də. Məsələn, yazır
Keş bərabər, nə bilim, true. Keş bərabər true məsəl üçün. Yəni cacheable olub olmamasını deyir. Bunun haqqında, keşə saxlanıla biləcəyi haqqında bizə məlumat verir də. Sonra bundan əlavə, yəni məsələn, yaxşı. Belə bir sual deyək. Bu keşləmə query stringin nə olub olmamasına baxırmı? Məsələn, belə deyim də, https salam.com home reklam bərabərdir 1. Burada reklam deyilən bir query string var. Yaxşı, mən gəlsəm buraya yazsam, nə bilim, Elvin. Yəni Elvin deyilən query string yoxdur bizim saytımızda. Bizim serverimizdə Elvin deyilən bir query string yoxdur. Yaxşı, mən gəlib Elvin bərabər 2 yazsam, bu bunu keşdə saxlayacaqmı? Ki, yəni müasir web frameworklarında buna çox da belə fikir verilmir. Yəni əsasən saxlanılır deyə bilərik də. Yəni mən burada salamın yerinə, salam nədir? Reklamın yerinə reklamı silib Elvin yazsam, bu da reklam kimi gəlib keşdə saxlanılacaq. Və sonra hər kim ki gələcək, başqası gəlsə məsələn, Elvin query stringinə girsə, ona da mənim, yəni Elvindən qayıdan respons gəlib buna qayıdacaq. Yəni keşdə saxlanılacaq da deyə bilərik. Yaxşı, bundan əlavə nə deyə bilərik? Bundan əlavə deyə bilərik ki, məsələn, bir keyed value'lar var, bir də unkeyed value'lar var da, hansı ki, biz çox vaxt, məsələn, bir dəqiqə, bundan əvvəl gəlin bir dənə web cache posing nədir, ondan danışaq. Bizim burada problemimiz nədir sizcə? Yəni, bura baxanda əsas problem odur ki, mən məsələn gəldim, web serverə request göndərdim. Mən gəlsəm, bunun da responsu gəlir keşdə saxlanılır və dediyimiz kimi, hər kim ki gəldi, bura promo keşdən həmin respons qayıdacaq həmin adama. Yaxşı, mən burada keşdə əgər bir zərərli respons, malicious respons saxlaya bilərəmmi? Saxlasam nə olar məsələn? Saxlasam gələcək, hər user'a mənim malicious responsum qayıdacaq. Malicious responsum qayıdacaq. Mən də bununla onlara zərər verə bilərəm və s. edə bilərəm. Bu saxlanıla bilər. Yəni bizim web cache poisoning boşluğumuzun əsas məğzi budur ki, biz elə bir request yaradırıq ki, bizim requestə verdiyimiz hər hansısa bir, nə bilim, query deyim, nə olursa, nə olur olsun, responsa gəlir, render olunur. Yəni responsa parse olunur daha doğrusu və bu gəlib cachedə saxlanılır. Məsələn, mən requestimdə gedən bir, nə bilim, salam deyilən header var da. Salam deyilən header'a gəlsəm, image sürəcə, nə bilim, on error və s. bir şey yazsam, bir dənə XSS payload deyə yazdım, random. Bu gələcək bura və bu responsa əgər parse olunursa, mənim verdiyim payload gəlib responsa parse olunacaq və bu gəlib cachedə saxlanılacaq. Yəni cachedə mənim yazdığım XSS payload saxlanılacaq. Və hər user da bura müraciət edəndə XSS gələcək, burada triggerlanacaq. Və bu da nədir? Stored XSS olacaq. Yaxşı. Deməli, belə bir şey var. Bayaq dedim, prosta, yəni poisoning izah edəndən sonra daha yaxşı başa düşərik bunu. Keyed və unkeyed value'lar var. Hansı ki, biz keyed value da web cache poisoning eləyə bilmərik. Çünki keyeddə biz nəyisə dəyişəndə bizim keyimiz də dəyişir. Məsələn, belə deyək də, burada bizim keyimiz nədir? Burada bizim keyimiz bunların hamısıdır. Bunların hamısı bizim keyimizdir. Mən məsələn gəldim. Rusqanı qalsın da belə. Mən məsələn gəldim. Reklamı bərabər 2 eləsəm. Onda bizim keyimiz dəyişəcək. Düzdürmü? Keyimiz dəyişəcək. Onda istərsəməz onun value'su da başqa olacaq. Və belə olduğu halda biz web cache poisoning eləyə bilmirik. Yəni poison zamanı biz unkeyed bir value axtarmalıyıq ki, yəni key dəyişməsin və responsda da həmin keydən istifadə olunsun da. Deməli, bunu indi qabaqda
bir laba baxarıq nümunə olaraq. Orada daha yaxşı başa düşəcəyik. Yaxşı, bəs bunu dedik. Məncə verb cache poisoning üçün okeydir. Yox, belə bir şey də var. Məsələn, sual ola bilər ki, mən göndərdim request-mə 200 response qaydanda mı biləcəm burada nə bilim web cache poisoning ola bilər, ya nə bilim cache-lənmə var, ya yox. Yəni tək 200 response qaydanda mı olur? Yox, bunun fərqi yoxdur. İstəyir 200 qaytarmasın, gəlsin 404 qaytarsın. Ya nə bilim 403 qaytarsın. Nə qaytarsın, fərqi yoxdur. Onun cache-lənməyəcəyin status kodundan bir əlaqəsi yoxdur. Daha sonra yəni məlumatın, yəni biz attacker-ıq da, məsələn, biz attacker olaraq məlumatın cache-lənmədiyini, yəni bizim responsun cache-dən gəlmədiyini necə bilə bilərik? Bunu bilmək üçün, məsələn, belə deyək də, məsələn, belə saxlayım elə. Məsələn, açıram, bir dənə birinci requesti göndərdik, gəldi bizə 0.2 saniyədə response qayıtdı. İkinci requesti göndərdik, 0.005 saniyədə response qayıtdı. Deməli, bu gedir serverə, serverdən responsu gətirir, bu isə bizə cache-dən responsu gətirir. Yəni, responsu daha tez gətirir. Deməli, bu cache-də saxlanılır. Bundan əlavə elə response headerlarında məlumatın cache-dən qayıtmadığını yəni, görə bilərik də. Məsələn, response-da daha çox X cache olsun, nə bilim, ümumən cache-ə aid bir neçədən header var da. Bunlar olsun, məsələn, bizə verə bilər hit və ya miss verə bilər. Bu nə deməkdir? Əgər hitsə, bu cache-lənib, miss isə hələ cache-lənməyib deməkdir. Yəni, bu header vasitəsilə biz bilə bilərik ki, bizim məlumat cache-lənib və ya cache-lənməyib. Yaxşı, bu headerdən niyə istifadə edirlər? Yəni, bu headerin olması boşluqdurmu? Xeyr, deyil. Yəni, bu headerdən istifadə eləmək heç bir boşluq yaratmır. Çünki yəni, bu header developerə də lazım olur da. Məsələn, prodda atıram, debug eləmək istəyirsə, əpi bunun vasitəsilə, bu header vasitəsilə biləcək ki, onun responsu cache-dən qayıdır, ya gedir serverə, serverdən mi qayıdır, hardan qayıdır, oradan biləcək. İndi ələlik ağlımda olan bunlardır. Nə laba baxaq. Bir dənə lab açaq, lab üzərinə baxaq. Girək, Academy, all content, all labs. Web cache poisoning. Web cache poisoning. Lablara da bu arada baxmamışam belə əvvəldən. Alert document cookie. Ayda. Access lab. Access lab. Verifimizi də açaq. Browserini açsaq. Burp'ün. Labımız açılsın bir dənə. Yəni açıl. Sada. Web cache poisoning hakkında görə başqa nə var? Cache poisoning. Açıldı bu. Gateway timeout'una tamam. Kazanırsan. An example code in the location get page. Get the location get page and remove the page from the cache. Get the index HTML host. Testsite.com. HTTP headers with program no cache and cache control no cache should remove the page. Using HTTP response splitting to force cache server request. Lab açıldı. Okey. Deməli, açıq gəldik. Labımızı açsaq.
labımızı açandan sonra gəlin məsələn request göndərək. Bir də baxın, burada Xcache bilinir. Məsələn, bunu bir dənə SS gəldik burada whiteboardumuza, bunu bir dənə yuxarı yapışdıraq. Aha, bir dənə də qırmızı ruçka, bunu biraz qalın, okeydir. Okeydir. Baxın, burada Xcache header var. Hansı ki, baxın, bu bizim göndərdiyimiz request'in responsu bu dəqiqə, yəni hit vəziyyətdədirsə, deməli cache-dəndir. Yəni bizə bunu cache-dən qaytarır. Yaxşı, məsələn, mən gəlsəm, bura bir dənə A bərabər A versəm, no found. Baxın, Xcache miss, yəni cache-dən qayıtmır. Amma indi cache-dən qayıdır. Deməli, bu neyini gedir, cache deyir. Məsələn, A bərabər B verdim. Baxın, bu miss verəcək. Niyə miss verir? Çünki A bərabər B-ni cache-dən qaytarmır. Gedir serverə, serverdən qaytarır responsu. Və gedir cache-də saxlayır. Və bu ikinci dəfə eyni requesti göndərəndə mənə Xcache hit verir. Çünki gedir responsu bu dəfə web cache-dən qaytarır. Birinci dəfə göndərdi, gəldi bura. Və buradan bizə qaytardı. Buradan gəldi, cache-də saxladı və bizə qaytardı. Buna görə də bunu miss verdi. Miss o deməkdir ki, yəni cache-də deyil hələ. Serverdən qaytardı. Sonra hit verdi. Hit verəndə isə ikinci dəfə biz requesti göndərdik və gəldi bu dəfə web cache-dən qaytardı. İkinci dəfə də bizə web cache-dən qaytardı. Və burada da hit verdi. Hit də o deməkdir ki, yəni gəlib bizim requestimizin responsunu burada qaytarır, web cache-dən qaytarır. Daha sonra məsələn biz bir dənə unkeyed value axtarmalıyıq. Hansı ki, unkeyed value bayaq dediyimiz kimi nə idi? Unkeyed value o idi ki, bizim keyimizi dəyişdirməyən bir dəyər olsun və hansı ki, sonra unkeyed value-nu tapandan sonra da biz elə eləməliyik ki, həmin bu unkeyed value response-a qayıtsın. Məsələn, bayaq bir dənə kod nümunəsi var idi. Ano. Məsələn, gəldik. Belə bir kodumuz var. Normalda template engine-lər nə edir? Gəlirlər, məsələn, biz gətirdik, bu hostu verdik. Bu gəlir bura, burada response-a yazılıb. Bu gəlir bura, yəni şey kimi yazılmır. Hardcode olaraq yazılmır. Niyə yazılmır? Çünki dev environment-ında bu host fərqlidir, preprodda fərqlidir, prodda fərqlidir. Ona görə də bunu hardcode şəklində yazmırlar. Gəlirlər təqribən belə bir koddan istifadə edirlər. Yəni burada götürdüyü location header-na, indi bu başqa nümunədir. Burada location header-na yazıb. Məsələn, burada bura yazdığını gəlir bizim requestin host header-ından götürür, bizim requestdən götürür. Yəni hansı metodun getdiyi və s. bütün dataları gəlir bizim requestdən götürür. Qısası buradan gətirir bunu. Gəlir buradan götürür. Gördüyümüz kimi bizdən gedən input getdi, response-a qayıtdı. Və bu cache-lənmiş şəkildə qayıtdı. Yaxşı, biz indi necə eləyə bilərik ki, bizim göndərdiyimiz, belə deyim, request-də biz cache-ə zərərli bir şey yazaq. Məsələn, belə eləyək. Gələk bura, equals forwarded host verək. Forwarded host verək. Buna da yazaq. Salam yazmayaq. Reklam olsun. secodex.com yazaq. Secodex, baxın. Bizim verdiyimiz inputu getdi, response-a parse elədi. Source-un içinə. X forwarded host nədir? X forwarded host verəndə biz
Bu əsasən yox da. Bu gəlir birinci forwarded hostdakı hosta baxır. Sonra gəlir hosta baxır, host headerına baxır. Yəni biz bunu verdiksə əgər, birinci gəlib buradakı hosta baxacaq, sonra gəlib buradakı hosta baxacaq. İndi biz bunu birinci dəfə göndərdik, verdi miss. Yəni keçəməyib. İkinci dəfə göndərdik, verdi miss. Üçüncü dəfə göndərəndə artıq hit verir. Və yəni bu gəlib artıq keşdən qaytarır. Bu keşləndi. secodex.com keşləndi. Yaxşı, biz bunu versək, yəni secodex.com qaytarır. Yaxşı, buna verdik secodex.com. Burada yazıq A bərabər A. Not found. Not found. X bərabər 0. Not found. A keçəməyib. Baxın, burada biz secodex.com-u görürük və bu keçəməmiş şəkildədir. Yaxşı, mən bunu dəyişsəm. Necə dəyişirəm? Bir dənə dırnaq qoydum. Bunun dırnağını bağladım. Bir dənə də böyük dil işarəsi qoydum. Sonra da gəldim, script tağını bağladım. Skripti bağladım. Bir dənə də XSS payloadu svg/onload bərabərdir alert 1. Bunu göndərdim. Baxın, biz bunu göndərəndə bu gəlir, düz bura parse olunub. Ana. Baxın, bu gəldi, bura parse olundu və burada artıq XSS payloadımız triggerlanıb. Bu keçlənməyib. Bir dəfə də göndərdik. Keçlədi. İndi artıq biz bura girsək, bir dəqiqə vaxtımı yoxlayım. Biz gəlsək bura girsək, vermədi. Niyə vermədi? Vermədi. Verdi. İndi işlədi. Deməli biz nə etmiş olduq? Burada XSS payloadumuz artıq triggerlandı və bu gördüyümüz kimi stored XSS. İndi kim gəlsə bura, biz burada homepage-ə parse elədik öz header'ımızı, öz XSS payloadumuzu. İndi kim gəlsə bura girsə, onda da bizim payloadumuz runlanacaq və XSS triggerlanacaq. Biz burada nə etdik? Biz burada X-forwarded host header'ını istifadə elədik. Çünki biz gördük ki, hostdan aldığı dəyəri gedir response-a yazır. Biz də götürdük X-forwarded host-a bir dənə XSS payload əlavə elədik və bunu keşlətdik. Və bu keşləndi. Burada hitdir gördüyümüz kimi. Yəni bizə response keşdən qayıdır. Bunu keşlədəndən sonra, keşdə saxlanılandan sonra artıq kim gəlsə bura girsə, bu belə deyim də keşdən qayıdacaq deyə response. Belə eləyək, rahat olaq. Bunu. Bu nə da? Niyə belə balacadır? Aha. Buradan biz göndəririk. Bunu gələk bura, gətirək bura. Nədir? Biz gətirdik, bunu göndərdik. Script, svg, onload, alert 1-i göndərdik. Bu gəldi serverə. Serverə gəldi, burada missi keşlənməyib. Sonra gəldi, keşdə saxlandı. Bu keşdə saxlandı
və bizə responsu verdi. İndən belə artıq bu gəlib cache-də saxlanacaq. Response-da bizim bu payloadumuz olacaq. Və kim ki gəlsə bura və kim ki gəldi bura request atdı, bizim responsumuz qayıdacaq və bununla da stored XSS trigger olmuş olacaq. Yəni web cache poisoningin ümumi məğzi bu şəkildədir. Ümid edirəm yaxşı başa izah edə bildim. Ümid edirəm maraqlı video olmuşdu. Bugünkü videomuz bu qədər. Sağ olun, salamat qalın.